Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Allah Təbarək və Teala'nın nuzul elmə sifəti barəsində danışırdıq. Bəziləri Azərbaycanda gəlib iddia edirlər ki, bu nisbət, yəni Allaha nuzul sifətini nisbət vermək sizin etiqadınızda var. Hətta bundan da pisi deyirsiniz, İmam Hüseyni ziyarətə gedir Allah Teala cüzüm axşamları. Əlbəttə, yavaş-yavaş gəlib ona da çatacaq. Allahümmə bir-bir. Biz gəlib İbn-i Useyminə çatdıq. İbn-i Useymin deyirdi ki, Allah enir. Bəziləri ona sual verdilər ki, Allah necə enir? Zatı ilə həqiqi enməyin, yəni bir növ mənası nədir? Deyir ki, bəli, fəizə qalə yənzilu Rabbuna ilə səməud dünya, dünya yerinə Allah enirsə, mənası budur ki, fəinnə muradah yəkunu nuzulu Teala bizati. Allah zatı ilə enir. Və qad sarrah əhl-i sünnə və əhl-i sünnə təsrih ediblər, təkid ediblər ki, bi'ənnəl muradə nuzuluhu bizati, Allahın zatı enməsidir məqsəd. Və buna da təsrih ediblər ki, la nəhtacı ilə ki, özləri təsrih ediblər ki, ehtiyac yoxdur bunları gətirməm. Və hətta deyir ki, sahabələr icma ediblər ki, Allah Təbarək və Teala hətta icma nisbət verir sahabələrə, bunu nisbət verir, 272-ci səhifədə bunu görə bilərsiniz. Sadəcə o sual verirlər ki, həmən o sual ki, mən ötən verilişimizdə dedim, əgər yer kürəsi biz bilirik də yer kürə formasındadır da, bu etiqad da əvvəllər məsələn yeri düz formada qəbul edirdilər, lakin məlum olur ki, yer kürə formasındadır. Əgər yer kürə formasındadırsa, məlumdur ki, gecə fərq edir. Saatlar dəyişir, 24 saat və hər yerdə məsələn gecə təqribən fərq edir də, məsələn indi burada gündüzdə bəzi yerlərdə gecədir, orada gündüz olanda burada gecə olur. Məsələn Azərbaycanla müqayisə eləyin Amerikanı. İndi bu sual da yarandı onlar üçün, əgər belədirsə, əvvəllər məlum deyildi, əvvəllər belə suallar yaranmırdı. Və elm inkişaf etdikcə bu suallar qarşıya çıxdı. Və bu sualı eyni ilə verirlər indi İbn-i Useyminə. Görək İbn-i Useymin nə cavab verir. Elə həmən kitabdadır, 102-ci sual, səhifə 218. Əlbəttə, bu Məzmu Fətavasından mən bunu oxuyuram. Bunu Məzmu Fətavada deyir. Səhifə 218-də 18-də birinci cilddə. Deyir ki, sual elədilər İbn-i Useymindən ki, biz bilir ki, Allah Təbarək və Teala yerə enir və digər tərəfdən yer kürəsi kürə formasındadır, yumrudur məsələn deyək və bizə məlum olmur ki, yəni 24 saatı biz götürsək, 24 saatın dünyanın bir yerində 24 saatın, yəni bütün saatlarında, bu 24 saatın bütün vaxtlarında müəyyən bir yerdə gecənin üstə biri sayılır. O zaman gərək Allah həmişə yerdə ola. Bu suala cavabınız nədir? Cavaba diqqət eləyək. Fəcavə bi qavlihi. Əl-vacibə aleynə ən-nu'minə. Bizə vacibdir ki, iman gətirək. Bima vəsəfəllahu və səmma bihi nəfsə. Və özünü necə adlandırıbsa, özünü necə vəsf edibsə, o cür öz kitabında və Həzrət Peyğəmbərin dilində. Və təhrif də etməyək, tətil də etməyək, tətil həmən müətəzilələrin deyirik, təkyif də vermirik, keyfiyyət də vermirik və oxşatmırıq da. Və ona görə də o ki bizə gəlib çatır, Allah Təbarək və Teala deyir ki, mən dünya həyatına enirəm. Yəni Allaha nisbət verirlər. Gecənin üstə bir hissəsində hər gecə. Və ona görə də nə etmək lazımdır? Və biz olduğu kimi də bunu qəbul etməliyik. İstəyir yer kürəsi hansı formada olur, olsun. Və əsl cavabımız isə deyir budur. Haza sualun, diqqət edin, ləm yəsəlhus sahabətu. Tamam, iş bitdi. Etiqadı bir məsələdir. Yox, etiqadı da eybi yoxdur. Sən sahabə soruşub, yoxsa yox. Sahabə o boyda insan olublar, sahabələr. Sənin haqqın yoxdur sual. Əvvəla, ola bilər sahabə soruşub, bizə gəlib çatmayıb. Bu bir. İkinci, ola bilər sahabələrin bu zehninə gəlməyib. Niyə? Çünki sahabələr heç bilmirdilər ki, yer kürə formasındadır. Sonradan məlum olur və insanların zehnində bu şübhə yaranır. Ki, görəsən yer kürə formasındadırsa, bəs indi nə oldu bu Allah Teala? Hətta o iman gətirən şəxsdə də sual yaranır. Sadəcə siz boğursunuz, öldürürsünüz, imkan vermirsiniz onun sualına. Deyirsiniz, əgər müminsənsə sual vermir, o da qorxusundan da sual verə bilmir. Cavabun aleyhi ən nəqulu, hədə sualun ləm yəsəlhu sahabə. وَلَوْ كَانَ هَذَا يَرِدُ عَلَى قَلْبُ الْمُؤْمِنِ الْمُسْتَسْلِمِ لِنَبِيِّهِ صلى الله عليه وسلم وَنَقُولُ مَا دَامَ ثُلُثًا لَا يَخِرْ فِي هَذِهِ الْجَهَةِ بَاقِيًا فَالنُّسُلُ فِيهَا مُحَقَّقٌ. Deyir, əgər mümin bir şəxsdirsə
və Allah peyğəmbərin kəlamına tabedirsə bu, Allahın rəsuluna, elçisinə, bu şəxs ki, məsələn, müəyyən bir yerdə yaşayır və etiqadı budur, peyğəmbərin sözünü yəni qəbul edirsə, tamam, deməli deyinir. İndi başqa yerdə günüzü nə işin var sənin? Sən nə işin var? Görün, hələ, yəni bu acizlik budur, çarəsizlik budur, etiqaddır, bu fiqhi məsələ deyil ki, biz deyək ki, fiqdir, tabi olaq, tamam. Bu etiqaddan qaynaqlanır. Sən gəlirsən paradoksa, ziddiyyətli söz danışsan, bu şəxs də sual yaranır, yox, sən iman gətirməlisən. Və hətta deyirsən, buna iman gətirməsən, sənin qanun halaldır. Bu dərəcədə. Deməli, fənnuzul fi, həmən yerdə nuzul baş verəcək. Muhaqqaqun və mətə intəhəlleyl. Elə ki, gecə bitdi, intəfəd nuzul. Nuzul da yoxdur, tamam. İndi yaxşı, mən tez mindim təyyarəyə, getdim başqa yerə. Həmən yerə ki, gecənin 3-də biridir. Orada da Allah var. Onda qəşəngdə gəzəcəm, məsələn, 24 saat Allah, məsələn, dua eləyə biləcəm. Bu necə fikirdir, bu necə gülünc şeylərdir. Sonda diqqət edin. Və aleynə ən nəstəslim. Təslim olmalıyıq. Və ən nəqulə səmi'nə və əmənnə və təbə'nə və ətu'nə həzihi vəzifətuna. Tamam, rahat. Və bizim vəzifəmiz budur ki, müsəlman olaq, deyək, eşitdik, iman gətirdik, tabi olduq, itaət etdik. Həzihi vəzifətuna, bizim vəzifəmiz budur. Bu bizim yəni vəzifəmizdir. Bundan əlavə sən ona sözlərdir, ona suallar versin. Və hətta maraqlıdır, İbn Malikdən bir şey nəql eləyir. İbn Useymin növbəti səhifədə, 218-dən sonrası, yəni 219-cu səhifədə. Və lihada cəə rəculun ilə Malik ibn Ənəs, Malik ibn Ənəs, Malikilər də onların başçısı, Malik ibn Ənəsin yanına bir nəfər şəxs gəldi, dedi ki, ey Əba Abdullah, Ər-Rəhman əl-ərşi istəva, keyfə istəva, Allah ərşi istifadə edib, necə istifadə edib? Və başını fırlatdı deyir biraz və dedi ki, istiva qeyri məchul, əlbəttə burada olmalıdır, istiva məlum və keyf qeyri məqul və iman bihi vacib və ona iman gətirmək də vacibdir və sual bihi bidətun və sual etmək də bidətdir. Yəni, deyəsən, Allah istiva eləyib, bilirik mənasını. Amma keyfiyyətini bilmirik, keyfiyyəti məlum deyil və sual etmək də bidətdir. Və ma araka illə sən bidətlisən. Təsəvvür eləsin. O yazıq gəlib sual edir. Yəni sualdır da indi insanın zehninə gəlib də. Deyir ki, yəni Allah hər şey istiva eləyir. Bu məni istivanı necə başa düşüm? Necə istifa eləyib? Deyir, sən bidətlisən. Sən bidət edibsən. Bu elə həmən o 218-219-cu səhifədə bunu görə bilərsiniz. Yəni təsəvvür edirsiniz bu etiqadı. Elə ona görə də biz həmən o istiva bəhsində bütün vəhabilərə sual verdik. Gəlib özlərini biabır elədilər həqiqətən, sözün əsl mənasında. Dedi ki, əgər siz Allah Təbarək və Teala'nın istivası, uluvunu, zatı bilirsinizsə və istiva onun artıq feili sifətidir də, yəni sonradan əlavə olunub. Onlar feili sifətə bu cür deyirlər ki, yəni əvvəlcə də yox idi, istəyəndə baş verir. İndi sual budur ki, əgər Allah uluvda idi, təbii ki, bu uluvu əzəmət mənasında götürmürlər. Uluvu məkani, məkan baxımından alidir. Əgər bu alidirsə, uluvu var idisə, bəs istivanın mənası nədir? Çünki istivanı siz nə mənasında? Yəni qalxdı, yüksəldi. Əgər bu uluv idisə, sonra yüksəlməyə nə ehtiyac var? Son cavabları bu oldu ki, biz istiva gəlib hədisdə tamam o qədər qəbul, Quran ayəsində gəlib, nesə 6 dənə yerdə, nəmişsən yerdə və hədislərdə gəlib olduq, ona görə kimi qəbul edirik. Bu, əgər zat idisə və ondan ayrılmırsa, bu, yəni var da bu təhsil hasil olur. Yəni sonra nə mənası var bu? Yox, sənin imanın yoxdur. Baxın, ağılla düşünürsən. Əgər istəyirsən belə şeyləri anlayasan, ağlı kənara qoymalısan. Eyni ilə bu əqidə, bu etiqad xaçpərəstlərin etiqadıdır. Xaçpərəstlər o qədər gördülər ki, dini mətnlərlə, onların təbii ki, dini mətnləri ilə ağıl arasında ziddiyyət var. Gördülər, bunları həll eləyə bilmirlər. Gəldilər, bir dənə qanun qoydular. Dedilər, bu gündən etibarən hər kəs istəyirsə imanlı olsun. İmanlı olmağın şərti budur ki, ağıl deyənin əksin deyəsən. İman, yəni ağıl deyir, olmaz, sən deyəsən olmar. Və ona görə rahat elədilər özlərini. Təqribən buna oxşar. Əlbəttə, nəzəri baxımdan bunu demirlər bunlar, amma əməli baxımdan göstərirlər. İman nədir? İman budur ki, hədis gəlib deyirsə, tamam, qutardı. Etiqadı məsələ hətta. İnşallah növbəti verilişimizdə bu bəhsi
yenidə davam elətdirərik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.